Aydın məsələdir ki, hər gün Quran qiraət etmək, vaxt və məkanlara münasib, habelə namazın ardınca və başqa hallarda dualar oxumaq, həmçinin məscid və müşərrəf ziyarətgahlara tez-tez getmək, alim və salih insanları ziyarət etmək, onlarla ünsiyyət saxlamaq Allahın və onun Rəsulu sallallahu aleyhi və alihi və səlləmin razı qaldığı işlərdəndir. Gərək hər gün bəsirətin artmasına nəzarət edilsin. Habelə ibadət, tilavət, ziyarətlə sıx bağlılıq yaradılsın. Bunun əksinə, qəflət əhli ilə çox oturub durmaq qəlbin sərtləşməsini və qaranlığını artırır. İbadət və ziyarətlərdən uzaqlaşmağa səbəb olur. Məhz buna görə də ibadət, ziyarət və Quran oxumaqdan hasil olan yaxşı hallar imanı zəif olanlarla davamlı qaynayıb qarışmaq nəticəsində pis hala və nöqsana çevrilir. Beləliklə, zərurət olmadıqca, habelə hidayət məqsədi olmadan imanı zəif olanlarla qaynayıb qarışmaq, gözəl xüsusiyyət və adətlərinin itirilməsinə, hətta onların pozucu əxlaqını yadda saxlamağına səbəb olur. Hədisdə deyilib, o kəslərlə oturub yaxınlıq edin ki, onu görmək sizə Allahı xatırlatsın, sözləri elminizi artırsın, əməlləri də sizi axirətə rəğbətləndirsin.